Əgər tarix oxusalar, görəcəklər ki, atamdan əvvəl ölkə nə vəziyyətdə idi, mən hakimiyyətə gələndə nə idi və ölkədən gedəndə nə vəziyyətdə oldu. İran şahı Məhəmməd Rıza Pəhləvinin 1980-ci ildə verdiyi müsahibədəndir. Jurnalist ondan 50 il sonra İranlıların onu necə qiymətləndirəcəyini soruşmuşdu. Müsahibədən bu hissə İranda hazırki etirazlar fonunda sosial şəbəkələrdə paylaşılan ən populyar videolardandır. İndi İran elə Pəhləvinin ölkədən qaçdığı 1979-cu ili xatırladır. Onun hakimiyyətinin sona çatmasından 47 il sonra İranda yenidən etirazlar başlayıb. Bu dəfə də tələb rejimin dəyişməsidir. Təzad ondadır ki, bir zamanlar şahın getməsini istəyən İranlılar indi onun oğlunun geri qayıtmasını arzulayırlar. Artıq 2 həftədir İran etirazlarla çalxalanır. Bu, 2022-ci ildə əxlaq polisinin Məhsa Əminini öldürməsi ilə başlayan aksiyalardan sonra ən böyük etirazlardır. Bu dəfəki etirazların başlama səbəbi iqtisadi böhran olsa da, aksiyalar tez bir zamanda siyasi xarakter aldı. İrandakı rejimin sərtliyi bütün dünyaya məlumdur, amma maraqlı odur ki, qatı İran həm də dünyanın ən çox etiraz aksiyaları keçirilən ölkələrindəndir. İranda bir neçə ildən bir müxtəlif səbəblərdən etirazlar baş qaldırır. Amma yeganə fikir bu olur, dini rejimin devrilməsi tələbi. Bu dəfə də etirazçılar Xameneyinin getməsini, şah oğlu Rıza Pəhləvinin hakimiyyətə gəlməsini istəyirlər. Rıza Pəhləvi 2022-ci il aksiyalarında da etirazçıları dəstəkləyir və hakimiyyətə gəlməyə cəhd edirdi. Həmin vaxt çoxları İranda çevriliş olacağını ehtimal edirdi, amma o zaman da dəyişikliklər mümkün olmadı. Etirazlar güc yolu ilə yatırıldı. Bu dəfəki etirazların nə ilə nəticələnəcəyi də maraqla gözlərir. İnternetin kəsilməsi İranda ixtişaşların miqyasını qiymətləndirməyi çətinləşdirir. Lakin bu ölkədən zorakılıqla bağlı yeni məlumatlar yayılır. Son məlumatlara görə Sepahın etirazçılara atəş açdığı, yüzlərlə insanın öldüyü bildirilir. Vəziyyət bu dəfə həm də ona görə qəlizdir ki, Trump İrana güclü zərbə vəd edir. Qərb mediası Xameneyinin Moskvaya qaça biləcəyindən yazır. İran zərbə endiriləcəyi təqdirdə Amerika Birləşmiş Ştatları və İsrailə güclü cavab xəbərdarlığı edib. Beləliklə, etirazlar və hədələr fonunda İran yenidən gələcəyini küçələrdə axtarır. İslam Respublikası kimi davam etmək, yoxsa yeni inqilab etmək?